Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Rabbi şrahli sadri ve yessirli emri. Ve ahlul uqdeten min lisani yefqahu qavli. Biz qəlb haqqında danışırdıq, qəlbin halları haqqında danışırdıq. Belə giriş eləyək bugün mövzuya, qəlb mövzusunda. Ümumiyyətlə deyirdik ki, qəlb necə bir varlıqdır, ümumiyyətlə qəlb necə təsirlənir, qəlb necə dəyişə bilir və deyirdik qəlb dəyişkəndir. Ağıl onun üzərində nəzarətdə olmasa qəlb tez-tez dəyişə bilir, çünki qəlbin halı belədir. Peyğəmbərdən bir hədis var ki, axirə zamanda insanlar səhər evdən mömin çıxacaqlar, axşam kafir qayıdacaqlar evə. Peyğəmbərin axirə zaman haqqında dediyi, buyurduğu sözlərdən biridir bu söz. Demişdi ki, ilahi sifətlərlə, ilahi zata bağlanan qəlblər fəqət dəyişmir. Allah zatına bağlansa, daimi olaraq qalır. Yoxsa əks halda yaxşı əməllər olsa da belə, qəlb Allaha bağlanmasa dəyişə bilir. İxlas anlayışı var. İxlas elə bundan ötürüdür. İxlas imkan vermir qəlb dəyişsin. Çünki daimi bir halda, daimi bir varlığa bağlıdır. Burada bir problem də budur ki, ixlası təqdim eləyəndə yalnız və yalnız əməllərdə təqdim eləyirlər. Bu ciddi problemdir. Deyirlər, namazı ixlasla qıl, orucu ixlasla tut, haccı ixlasla get. Amma ixlasla yaşan demirlər. Yaşayışda ki, İxlas olmayandan sonra qəlb o ixlassız yaşayışdan təsirlənir. Artıq namazı ixlasla qılmaq istəsən də qıla bilməyəcəksən. Çünki qəlbin ixlası yoxdur. Qəlb özü ixlaslı deyil. O ixlaslı bir əməl ortaya çıxara bilmir. Onun üçün çətin olur. Güclü qəlblər var. Əhl-i Beyt və onların dostlarının qəlbi kimi bir də zəif qəlblər var. Ümumiyyətlə Əhl-i Beytin hədislərinə baxdıqda baxmayaraq ki, onlar məsumdurlar, amma həmişə bu məsələdə diqqətli olublar, hətta özlərinə qarşı diqqətli olublar. Peyğəmbər dua eləyir ki, ilahi mənə hər şeyi olduğu kimi göstər. İnsan harda çaşır? Bəzi şeylər var ki, olduğu kimi görmür, onu başqa cür görür və onun ardıca gedir. Sən demə, həqiqəti, mahiyyəti başqa cür imiş. Ondan sonra o işi görür, nəticə etibarilə qəlbi ondan təsirlənir və problemlər yaranır qəlbdə. Başqa bir hədis var Peyğəmbərdən ki, duadır, ilahi, məni bir göz qırpım miqdarında belə öz öhdəmə qoyma, nəfsimin ixtiyarına qoyma, çünki problem ola bilər. Sonra misal gətirir Peyğəmbər ki, qardaşım Yunus bir an öz başına qaldı və o bəla gəldi başına, insanları tərk elədi, dəryada balıq utdu və çətinlikləri yaşadı. Anlardır. Əhl-i Beyt üçün xüsusi anlar, daha doğrusu Peyğəmbərlər üçün xüsusi anlar da mühümdür. Yəni, ola bilsin, o bizə hardasa, bu da özü də müzakirə eləyim özüdür, bizə ciddi təsir qoymasın, biz onun ciddi təsirini görməyək və yaxud da Allah tərəfindən bir mesaj olaraq nəticəsini görməyək, amma onlar üçün xüsusi bir nəticə daşıyır. Yaqub Peyğəmbərin bir an evladlarını, Yusifi evladlarına tapşırmağı onu Yusifdən illərlə uzaq saldı. Və yaxud da Yusif Peyğəmbərin bir an qardaşlarına baxıb, mənim arxa dayağım var, kim mənə nə eləyə bilər, onu illərlə qardaşlarından, atasından ayrı saldı və çətinliklərə düçar oldu. Elə o qardaşlar onu quyuya atdılar. Görürsən, bir an fərq eləyir. Bugün müzakirə edəcəyimiz qəlb haqqında müzakirə edəcəyimiz mövzu budur. Ümumiyyətlə, belə bir şey var. Biz düşünürük ki, hər hansı bir əməli etdiksə, mənfisindən danışıq hələ. Mənfi əməli etdik və bundan da bitdi. Əməl bitər. Yəni, hər hansı bir günah, hər hansı bir xəta bitər. Amma bu əməldən aldığın mənfi enerji ki var, qəlb ondan təsirlənir. Əməl özü yoxdur. Yəni, insan həmişə praktiki olaraq günah etmir. Günah gedir, günahın halı qalır insanda. Zəhərlənmə burada olur. Misal üçün, müsbət tərəfin deyək Quran ayələrlə rahat
başa düşmək üçün rahat olsun bizim üçün. Müsbət tərəflərində də misal üçün Allah buyurur ki, sizin kəsdiyiniz qurbanların nə əti, nə qanı Allaha lazım deyil. Lakin o kəsdiyiniz qurbandan nə təqva əldə edirsiniz? O immuniteti nə oldu? Yəni, mən bir cöngə kəsdim, bir qoç qurbanlıq kəsdim. Ondan nə kimi immunitet əldə elədin? Təqvadır da, Quran belədir, təqva. Nə kimi faydası oldu sənə? Bizə o fayda maraqlıdır, sənin kəsdiyin qurban deyil. Ona görə də dəyişir. Bəzi insanlar üçün qurbanlıq anlayışı dəyişə bilir. Bəzi insanlar üçün qurbanlıq ildə bir gündür, amma ayıq insanlar üçün qurbanlıq hər gündür. Ki, hər gün hər hansı bir hissini qurban verməlidir, hər gün hər hansı bir istəyindən keçməlidir. Həyatda da yaranır hadisələr sənlə üz-üzə gəlir, o hadisələrin içində neysə qurban verməlisən. Misal üçün, başqa bir ayə buyurur ki, bilirsiniz bu ayəni, sevdiklərinizdən keçməyincə yaxşılığa çatmayacaqsınız. Sevdiklərinizdən keçməyəcək insan belə bir varlığı ki, bəzən heç vaxt istəmədiyi bir şeyi istəyir. Bu müsbət tərəfi, dedim ki, mənfi tərəfini rahat başa düşək. Deməli, Allaha bizim namazımız da lazım deyil, Allaha bizim orucumuz da lazım deyil, orucdan əldə etdiyimiz güc lazımdır. O da təbii ki, bizim üçündür. Çünki o güclə irəli gedirsən. Necə ki, insanın maddi qidalarla qidalanması deyil, əsas məqsəd qidanın özü deyil. O qidadan bədən nə enerji götürəcəksə, o enerji ilə hərəkət eləyəcək. Mənəvi tərəfdə də belədir. Əsas məqsəd namaz deyil, əsas məqsəd oruc deyil. Əgər əsas məqsəd namaz olsa, riyakarlıqla qılırsan, ondan sonra vaxtında qılmırsan, necə istəyirsən qıl da, çünki əsas onu qılmaqdır. Ona görə də bəzi insanlar başa düşmədiyi üçün deyirlər ki, nə vacib deyə mütləq vaxtında qılmalıyam. Axşam yığıram hamısını bir yerə qılıram da misal. Çünki o başa düşmür axı məqsəd namaz deyil, məqsəd namazdan aldığın enerjidir. Sən onları vaxtında eləməsə onu, vaxtında ki, o namazın vaxtı Allahın rəhmət qapısı açılır, onda Allah onda bəndi ilə ünsiyyətə girir. Sonra vaxtında qılmayanda o artıq Allahla ünsiyyət hesab olunmur. Çünki Allah o saatda gözləyirdi səni, o saatda sən yoxdun, o namazın faydası olmur. Ona görə deyirlər, namazı əvvəl vaxtında qılın. Məsəl üçün, ən mühüm məsələ budur. Biz bəzən sevinirik. İndi günahlara təəssüf ki, ancaq şəri günahlarla hesablayıblar da. Misal üçün, bir neçə günah bilirik. Misal üçün, şərab içmə, zina eləmə, onu eləmə, bunu eləmə, ancaq bir neçə günahdır. Bəzən sevinç özü günah olur. Yersiz sevinç. Misal olaraq, bir işlə məşğul idin, bir işlə məşğul olurdun, o işdən bir dənə yaxşı mənfəət əldə edin. Elə sevindirdi səni ki, hələ Allah üçün belə sevinməmişdin. Bəzən o sevinç insanın qəlbini koruyur. Mənim yadıma gəlir ki, Hacının çıxışlarında belə bir cümlə var. Deyirdi ki, ən böyük adam odur ki, sevincini idarə edə bilsin. Sevincini idarə etməyi bacar. Çünki o mühüm məsələdir. Biz elə bilirik ki, ancaq ancaq günah bizə ziyan vurur. Yox, günah ümumiyyətlə belə qələmə verək ki, rahat olsun bizim üçün. Günah ümumiyyətlə Allahdan ayrıldığın andır. Günahı biraz izah eləyək özümüz üçün. Günah nədir ümumiyyətlə? Niyə görə o günah adlanır? Günah ona görə adlanır ki, orada sən Allahdan ayrılırsan. Orada Allahdan ayrıldığın üçün o günahdır. İndi Allah ümumi bir mənasını dedik. İndi gəl Allahdan ayrıldığımız bütün anları günah hesab eləsək, məsələlər düzəlir. Biz həyatımızı nizamlaya bilirik. Biz həyatımızda hər şeyə diqqət eləyə bilirik. İnsanlar üçün, hətta bizim özümüz üçün də. Misal üçün, namaz qılmayan, namazla, dinlə arası olmayan, münasibəti olmayan insandır. O, bir sıra günahlar eləyir. Namaz qılan gəlir. Namaz qılandan sonra, yəni o, adi cəmiyyətin etdiyi günahları etmədikdə, onları kənara qoyduqdan sonra, bunun üçün günah mövzusu bağlanır. Xeyr, bunun üçün yeni bir günah mövzusu açılır. Namaz qılmırdı, misal olaraq deyirəm, zina eləyirdi, şərab içirdi, hər hansı bir günah eləyirdisə, indi namaza başladı. Bunun üçün indi nə günah mövzusu qapısı açıla bilər? Bunun üçün riya qapısı açıla bilər. Bunun üçün namaz qılmayanı tənqid etmək günah qapısı açıla bilər. Başlayır ona yuxarıdan aşağı baxmağa. Namaz qılır, özünü digərlərindən üstün bilmək qapısı açıla bilər. Fikir verib, bağlanmır qapı.
Həyatımızın istənilən sahəsində, istənilən vəziyyətində. Niyə görə fiqh, əhkam bizim həyatımızın bütün sahələrinə hakimdir? Dəstəmazxanaya necə girəcəksən, dəstəmazxanadan necə çıxacaqsan, məscidə necə girəcəksən, məsciddən necə çıxacaqsan. Bütün məsələlərə fiqh sanki bir günəş kimi saçmaqdadır. Bütün. Dırnağı 5-ci gün tutsan daha yaxşı olar. Burada günah məsələsini demirəm, amma burada ümumi fiqhin bizə hakim olmağını izah edirəm. Ailə ilə münasibət necə olacaq, evladla münasibət necə olacaq, ata ilə necə olacaq, ana ilə necə olacaq, ağsaqqalla necə olacaq, dostunla necə olacaq, qohum əqraba ilə necə olacaq. Fikir ver, gör, bitmir də yəni. Fiqh bizim həyatımızdan çıxmır. Bizim həyatımızdan çıxmır. Bütün həyatımıza hakim kəsilib ki, fiqh sanki belə bir şeydir də, bir yazılı proqramdır veriblər bizə ki, bax burada bu stolla münasibət quracaqsan, bu stolla münasibət qurmağında da fiqh gəlir, sənin üçün nə hökm oxuyur. Bu stol səndir ya sən deyil. Oturan halda namaz qılan adamsan. Bu stol sənin özvündür, yoxsa hardansa götürmüşdün. Əgər özvündürsə, fiqh deyir ki, oturan halda o stolda namaz qıla bilərsən. Özvün deyilsə, qəsbi də oturan halda orada namaz qılsan, namazın batildir. Görürsən, fiqh gəldi, hər yerə işarə edir. Ona görə hər yerə işarə edir. Çünki sən bütün həyatını ixlasa çevirmək istəyir. Həyat ixlasa çevrilməsə, 5-3 əməllə ixlası ola bilmir insan. Yəni, burada deyir ki, çox qəşəng məsələdir. Burada deyir ki, sən həyatda o da diqqətli olmalısan ki, sənin qəlbini xarab eləyən məsələlər var. Hələ o rituallara keçməyək. Sevinc və qəm. Qəlbin qəmləndiyi qəm nə olmalıdır? Dünya qəmi ilə qəmlənirsə, axirət qəminə yer tapa bilməyəcəksən. Müminin qəlbi, o qəlb elə olmalıdır ki, dünya qəmi ilə qəmlənməsin. Bir dəfə olar, bir dəfə də olmaz. Bir dəfə də olmaz. Hədisdə var ki, imam buyurur ki, Peyğəmbərdən də hədisdir. Bir dəfə günah eləsən, qəlbdə bir nöqtə yaranır. Qəlbin divarını, belə deyək də başa düşmək üçün, qəlbin divarında bir zədə yaradır. Sonra o zədə nuraniyyəti aradan aparır. Fikir versən, adi bir. Sonra başlayır qəlbi oyadırsan bu qəmdən qəmlənməyə. Diqqət eləyin, axirət qəmi ilə qəmlənmək çətindir. O rahat deyil. İmam Səccad ona görə buyurur ki, ilahi mənə nə olub ağlaya bilmirəm. İmam Səccad buyurur, deməli, nəsə olub mənə? Mənə nəsə olub ki, ağlaya bilmirəm. Bəzən deyirlər, dünya qəmi ilə qəmlənəndə yuxarı həddini götürək də, aşağı həddindən çox danışılıb. Dünya qəmi ilə qəmlənəndə Allah gec namazı qılmağa icazə vermir. Yəni, artıq şeylər ki, yükləyirsən, artıq problemlərlə. Ona görə Peyğəmbər buyurur ki, ilahi mənə hər şey olduğu kimi göstər. Buna görə qəmlənməməlidir. Onun fikrini, çıxış yol tapmalıydın, hər hansı bir hadisə çıxıbsa qarşıva. Çıxış yol tapmalıydın, amma qəmlənməməliydin. Dünya işlərinə görə qəzəblənməməliydin. İstəmirəm, qorxudum sizi, amma ariflərin sözdür. Bir nəfər bir dəfə möhkəm qəzəblənsə, Allah üçün olmasa o qəzəbi, 40 il onun əziyyətini çəkər. Görün, necə təsirlənir qəlb. Bunu da deyim haşiyə içində. Allah bizi bağışlayacaq, şəfaət qapısı var, Peyğəmbər bizə şəfaət eləyəcək, İmam Hüseyin bizim əlimizdən tutacaq, onlar tam ayrı mövzudur. Amma İmam Hüseyin əleyhissalama çatana qədər, Hacı demişkən, Peyğəmbəri cəhənnəm qapısına qədər götürmək olmaz. Ki, gəl burada şəfaət elə mənə. Qoy elə, belə deyib, Peyğəmbər gəlsin, şəfaət məqamıdır. Peyğəmbər gəlsin, Allah'a desin, ilahi, mən bundan razıyam. Peyğəmbər ürəklə razı qalsın səndən. Peyğəmbər sənə görə xəcalət çəkməsin ki, bunun üçün şəfaətə, bu işlərinə görə şəfaətə gəlmişəm. Yəni, Peyğəmbər o işlərə görə şəfaətə götürməməliyik. Peyğəmbər tam başqa bir şey üçün gəlsin. Həzrət Əli gəlsin ki, mən bunlardan razıyam, ilahi, bunları ver, mən aparıram özümlə birgə. Amma üstün cəhətlərimə görə gəlsin. Niyə görə, belə deyək də, valideyn məktəbə niyə görə həmişə tənqid və eşitməyə gəlməlidir? Qoy tərifi eşitməyə gəlsin. Bəli, bütün bəşəriyyətin imamıdırlarsa bunlar, bütün bəşəriyyətin Peyğəmbəri imamıdırlarsa, gələcəklər bəşəriyyətə görə. Çünki insanlar öz imamları ilə gələcəklər məhşərə, elə deyil. Amma
sən imamı xəcalət vermək üçün çağırmayasan da, imamın başını ucalmaq üçün çağırasan. Bu xüsusiyyətinə görə çağırasan. Deyir, əgər hər hansı bir qəmlə, dünya qəminə qəmləndinsə, qəlb ondan başlayır əziyyət çəkməyə. Burada bir şey tapmışam, biraz da müzakirə elədim, axtarış elədim, maraqlı bir şeydir. Bugün özümün zehnimə gəlir, çox maraqlı bir şeydir. Deməli, problem hardadır? Problem hardadır? Diqqət eləyin, əsas məsələ budur. Biz bir günah eləyəndə, indi misal üçün, əgər hesab edin ki, bunu əlimdə tərpətməklə günah eləyirəm. Yaxşı. Mən bir günah eləyəndə, bu vaxtım ki, günaha gedir, qəlbimin diqqəti ki, bütün fikrim, qəlbim günahla münasibətdədir, həmin vaxtda qəlbin qapısı açılır yad varlıqlar üçün. Artıq Allahla bu anda münasibəti qırmışam axı. Deyir ki, iblis həmin vaxtda insan qəlbinə nüfuz edir. İnsanın qəlbində nurları, Allah üçün etdiyin yaxşılıqlar yoxdur, o nurları söndürür. Qəlbini alt-üst eləyir. İblisin deyir, məqsədi səni günah elətdirmək deyildi. Diqqət edin, iblisin məqsədi sənə günah elətdirmək deyildi. Günahla başvı qatıb, özünü sənə yaxın göstərib, sənin qəlbinə daxil olub, sənə yaxınlaşıb, sənin nuraniyyətini söndürməkdir. Onun məqsədi bu idi. Onun məqsədi sənin hər hansı bir günah eləməyin deyil. Təsəvvür edin, bir nəfər durub misal üçün, özünü göstərib də namazda. Özünü göstərib namazda. Allah bunun üçün keçsin ya keçməsin. Nə var ya, bunu bağışlayacaq, gedəcək də. Peşman olsa bağışlayıb gedəcək. Amma burada nə yaranır? Qəlb qidalanır riyakarlıqdan. Problem buradadır. O dedim ki, immunitet əldə eləyir, ondan nəsə yığır. Qəlb ondan yığır. Bu günahın sonraki bir yaxşı işin üçün süstlük yaradır. Bax, problem buradadır. Deyir, nə Allahdan başqası üçün sevinməlisən, nə Allahdan başqa bir şey üçün qəmlənməlisən. İndi hünər budur ki, sən gündəlik yaşadığın qəmlərlə, dünyavi qəmlərlə, ilahi qəmlərin içində seçim etməyi bacarasan, Allah üçün olan qəmi seçəsən. Bir misal çəkimizin üçün rahat olsun. Şəhid atalarına, analarına diqqət eləmişsiniz də, indi hərəniz müəyyən qədər ziyarət eləmişsiniz. Onların hallarında, onların varlıqlarında qəribə bir hal var. Nədir o hal? Necə yaranır onlarda? Bunların evladları şəhiddir. Allah mükafat verib bunlara. Böyük mükafat verib. Bunların evladları şəhidlərə deyil. Bunlar təkcə evladları üçün ağlamırlar. Həm də Allahla görüşən bir şəhid üçün hər gün qəmgindirlər. Qəlb ki, bütün varlığı ilə məşğul olur bu şəhidin qəmi ilə. Şəhid üçün qəmlənmək, Allah üçün qəmlənməkdir axı. Onların yaşayışlarında, onların həyatlarında özünü göstərir. Keçən bazar günündə bir şəhid evində idi, şəhid Həsən Ağa gildə. Şəhid Həsən Ağanın atası elə danışırdı ki, elə bir Arif də danışır. Bilirsiniz niyə? Çünki o deyir ki, mən sağlığında da bir söz işlətdi, daha hamımız dəhşətə gəldiydi orada. Adam bilmir onun sözünün qabağında nə desin. Deyir ki, o sağlığında da ona balam deyə bilməmişdim. Amma evdən çıxanda evin pəncərəsindən qapıya qədər baxırdım dalıca. Sonra qapıdan çıxan kimi qaçırdım küçəyə. Onun gözəl xüsusiyyətləri vardı, mən vurulmuşdum ona. Çıxırdım küçəyə, yol dalan bitənə qədər yenə baxırdım onun dalıca. İndi o sevgi, o məhəbbət, indi oğlu şəhid olub, o elə bürünüb onun sevgisinə ki, o saf sevgidir də artıq. Şükür edir Allah, şükür halındadır, etiraz halında deyil. Şükür, elə bürüyüb onun qəlbini ki, elə bilsən bir də Arifdə danışır. Özün də bəlkə xəbəri yoxdur, artıq bu dünyadan o biri dünyaya xüsusi bir bağlantısı yaranıb. Yəni, danışığından görürsən ki, bunları ya oxumalısan, ya eşitməlisən. Danışdıqları da nə kitabda var, nə eşitməli sözlərdir. Yoxdur heç birində. Fikir verir, onun qəmi ilə qəmlənir və halı dəyişib. Halı gözəldir. Danışır, istəyirsən bitməsin danışığı. Adam var, danışır, istəyirsən danışığı bitsin. Elə dindən danışır, istəyirsən bitsin danışığı. Çünki qəlbin üzərindən danışmır. Elə yadında qalanları, zehninə topladıqlarını danışır. Adam var, danışır, istəyirsən danışığı bitməsin. Çünki bilirsən ki, o danışmır əslində. Allah danışır. Onun qəlbi ilə danışır sadəcə.
Nuraniyyət ötürür. Sözlər bəhanədir. Qəlbdəki nurunu sözlərin vasitəsilə ötürür. İmam Musa Kazım əleyhissalam niyə buyurur? Deyir, bizim sözlərimiz ölü qəlbləri dirildər. İmam Musa Kazım əleyhissalam buyurur. Nə üçün? Çünki insana İmam Musa Kazımın sözü, səs onundur, söz onundur, səs onundur. Amma həqiqət isə Allahındır da, İmam Musa Kazımın ürəyindən cilvələnir. İmam Musa Kazımın ürəyindən çıxır. Ona görə deyirlər bizə ki, dünya qəminə qəmlənməyin. Axirət qəmi ilə qəmlənin, Allah qəmi ilə qəmlənin. Hər gün dərdiniz bu olsun ki, niyə görə çatmadıq? Bugün niyə çatmamışam? Nə olub ki, mən çatmamışam? Bugün niyə görə mənim halım o hal deyil? Yenə deyirəm, ağlamaq halda ilə, niyə görə mən bugün Allahla görüşün dərdini çəkmirəm? Niyə görə mən bugün Peyğəmbərlə görüşün dərdini çəkə bilmirəm? Quran belə bir cümlə buyurur. Səhv eləmirəmsə, ayə yadımda belə qalıb, ayə buyurur ki, Allahdır güldürən, Allahdır ağladan. Yəni, ondan başqa nə ilə gülsən, dünya qəmi verəcəksən, sıxıntı verəcək. Nə ilə gülsən, ondan başqa nə ilə qəmgin olsan, əzab verəcəksən, əzab çəkəcəksən. Hər iki tərəf əzabdır. Məsələ gülmək, ağlamaq deyil, məsələ ondan başqa bir tərəfdə gülüb ağlamaqdır. Nə eləsən də, nə üçün çalışsan, amma insan çalışsa Allah üçün, Allahın razılığını əldə eləsin, o çox mühüm məsələdir. Deyirlər ki, insan bir yerə gəlir çatır, yalnız Allah üçün addım atanda, yalnız Allah üçün geri çəkiləndə, artıq ürəyi ilə insanlara sözünü ötürə deyə bilir. Burada bir işarə eləyim deyimsə, yadımıza gəldi. Kim eşidib ki, misal üçün, mərhum Hacı Əhl-i-Beyt haqqında çox açıq müsibət desin? Yox, demirdi, elə deyil. Həmişə özü də tövsiyə edilir ki, çox açıq müsibət demək olmasın. Əhl-i-Beytin çox açıq müsibətlərini deməyin. Çünki insanlar dözə bilmirlər ona. Əhl-i-Beytin də, ariflərin də müəyyən tapşırıqlarında var. Misal üçün, mən Ustad Fatimiyanın çıxışlarını qulaq asmışam, əzadarlıqla bağlı. Zikri müsibəti budur. İnsanlar ölürlər ağlamaqdan. Zikri müsibəti budur. Deyir, Həzrət Zəhra, Həzrət Əliyə görə gecə düşdü, qapıları başladı döyməyə. Cəmaat ölür ağlamaqdan. Bilirsiniz nədir bu? Özünün Həzrət Zəhranın yaşadığı müsibəti ki var, ürəyində yaşadığı müsibəti ki var, o müsibəti qəlb yolu ilə verir cəmaata, cəmaat bu bəs eləyir cəmaata. Bu mühüm məsələ, bu güclü qəlbin əlamətidir. Hacının çıxışlarına baxıram, ya özümüz olmuşuq da məclislərində. Bəzən ürəyim dayanır da ağlamalı. Amma baxıram ki, böyle bir zikri müsibət də deməyib. Özünün yanğısıdır ötürüb hamısına. Özünün yanğısıdır, ürəyinin yanğısıdır. O ürək ki, onlara yandırıb, ürək artıq partlayır, dözə bilmir. Onun yanğısıdır, verir cəmaata. Yəni, bizə deyirlər ki, siz möminsinizsə, əgər siz Allah qəmi ilə qəmlənin ki, sizin Allah eşqinizdən, Allah məhəbbətinizdən insanlar çevrilsinlər. Dünya qəmindən uzaq olmalıyıq ki, axirət qəmi ürəyimizə hakim olsun. Bu hər günlük olmalıdır. Çox təəssüf ki, İmam Hüseynə and olsun deyirəm. Çox təəssüf ki, mən danışıram bunları. Çox təəssüf. Çox təəssüf ki, bunları siz məndən eşidirsiniz. O qədər böyük mövzulardır bunlar. Bir arifə ehtiyacımız var bu yolda ki, hamımıza danışsın. Kaş olaydı bir nəfər yanımızda. Ki, bunları danışaydı, biz dinləyərdik onları. Bu cümlələr həm də yaşanlası cümlələrdir. Bunlar təkcə danışılası cümlələr deyil. Bilirsiniz nədir? Əslində Allahın insan qəlbini çox gözəl yaratmasıdır. Hədisdə vardır, qəlb Allahın iki barmağının arasındadır. Yəni çox incə yaradıb, onu barmaqla işləyib onu. Bir vardır ki, biz insanı özünü ümumiyyətlə əlimizlə yaratdıq. Elə deyir, və xələqtül Adəmə biyədəyi. İnsan əlimizlə yaratdıq. Buraya gəlib çatanda o zərgərin xüsusi bir işi var da. Deyir, barmağımızla yaratdıq onu. Yəni çox incə işləmişəm onu. Qəlbi çox incə. O uşaq olar, pak təmizlik, 2 yaşı var, 3 yaşı var. Bir şey biraz zorakılıqla dartsan əlindən başlayır təsirlənməyə. Biraz möhkəm misal üçün versən bir şey ona, biraz üzvün rəngini dəyişsən onun üçün, gözləri bağarsan onun üçün təsir. Deyir, qəlb belədir, çox təmizdir, çox pakdır, hər şeydən təsirlənir. Deməli, biz çıxırıq bu yaşayışa. Hər gün, sabahdan da olacaq, buradan çıxanda da olacaq. Hər gün. Bir dostum var, indi elə
dərsdən qabaq yazmışdı mənə. Dedi ki, istədim səninlə bölüşüm. Dedi, bugün hacının çıxışına qulaq asırdım. Dedi ki, qəzəblənməyin. Heç vaxt qəzəb məhv edir qəlbi. Məsələn, ariflər tam başqa cür baxırlar. Əllamə Təbətəvai gəldi, girdi bir otağa, gördü ki, otağın havası pisdir. Biz burunumuzla hiss edirik, o ancaq maddi havanı. Onlar başqa havanı hiss edirlər. Gördü ki, otağın havası pisdir. Dedi o tələbəyə ki, bu otaqda heç tələbə yoldaşında kiminsə başqa bir tələbənin qeybətini eləmişsiniz. Dedi, nə qədər? Dedi, bu otaqda biz elə qeybət eləyirik, deyil. Dedi, nə qədər qeybət eləmişik? Əllamə Təbətəvai dedi onlara ki, mən sizin yerimiz olsam daha bu otaqda dərs oxumaram. Bərəkət gedib bura. Görsün, nə qədər diqqətlidirlər. Görün, nə qədər maraqlıdır bunların halları. O dostum deyir, mənə ki, hacının çıxışına qulaq asırdım. Deyirdi ki, heç vaxt qəzəblənməyin dünyaya görə. Heç vaxt qəzəblənməyin ki, təsir edir. Bunu bir yol kimi deyimsə, nə vaxtsa qəzəblənsə, tez dəstəmaz alın. Dəstəmaz qəzəbin təsirini azaldır. Tez gedin bir dənə dəstəmaz alın. Nə olacaq? Heç. Gedin bir dənə rahat dəstəmaz alın mütləq. Dəstəmaz qəzəbi yatırdır. Qoymur təsir edesin insan ürəyinə. Dedi ki, bəs qəzəblənməyin. Heç vaxt mən dedim ki, bəs salam da. Düppədüz deyirsən hacı. Doğrudan da qəzəblənməmək lazım. Hələ biraz gedmişdim, arxadan bir də maşın vurdu məni. Deyələ çıxışı indi qulaq asmışdım. Arxadan bir də maşın vurdu məni. İndi qulaq asmışam çıxdı. Dedim öz-özümə ki, yox, hacı deyib qəzəblənmə. Vurub da indi düşərsiz, danışarsınız. Çəkdim, saxaldım, qırağa düşsün. Gördüm ki, çox da dəyməyim də, yüngül deydi mənə. Danışaq da nədirsə həll eləyək. Sürdü, çıxdı, getdi, əsəblərimi oynadı yerində. Fikir vəzi şeytan necə oyun oynayır. Sağa verəndə tuta bilmədi onu. O çıxıb gələndə tutdu onu. Allah'a and olsun, yəni gülsəydə buna doğrudan adam şeytanın hiləsinə, məkrinə gülür, həqiqətən. Amma həqiqətən çox həyəcanlı bir haldır. Bir anda oynayır, sənin əlindən alır da dərhal. Quran buyurur ki, Kəllə bəlranə alə qulubihim mə kənu yəksibun. Çox maraqlı ayət. İnsan insanın qəlbi yığdıqlarının nəticəsində pas atır. Ranə pas atır. Qəlbin üst təbəqəsi korlanır. Burada nə var? Əvvəlcə bir dəfə eləyəndə narahat olursan. Deməli, qəlb nəsə əldə elədi mənfi, diqqət edin, vicdan narahat olur. Vicdan narahat olur. İndi qalmısan bu dəqiqə vicdanla içində 2 dənə müharibə baş qaldırıb. Biri o birindən vuruşur. İçində biri o birindən vuruşur. Deyir, ikincini eləyəndən sonra, qəlb ki, bu nəfs ki, başlayır güclənməyə günahla, artıq vicdanın evi yıxılır. Vicdan artıq ona gücü çatmır. Vicdan ona gücü çatmadıqca bu alışır bu günahla, öyrəşir bu günaha. Elə bu günahla da başlayır ləzzət almağa. Bir müddətdən sonra elədiyin işi yaxşı bilirsən. Vicdan başlayır onu təsdiqləməyə. O söz var ya hamımızda. Niyə bu bizdən olsa adam olmayacaq. Vəssalam. Bu o deməkdir ki, vicdan çoxdan ölüb gedib. İmam Səccad əleyhissalamın duasını yekunlaşdırıram. O dediyim mövzu ki, zehnimə gəlmişdi. O İmam Səccadın duasında tapdım onu. İmam Səccad buyurur ki, ilahi, mən qəlbimə elə pisliklər buraxdım ki, artıq qəlbim sənin nurun üçün darlıq eləyir. Sözə baxın, İmam Səccad buyurur. Deyir, elə pisliklər buraxmışam ona ki, artıq sənin nuru və yeri yoxdur da mənim qəlbimdə. Deməli, pisliklər insan qəlbinin nurunu söndürür. İnsan əslində görək öz qəlbində yaşatdığı Allahdan ləzzət alsın. İnsan görək qəlbində söhbət edə biləcəyi Allahdan ləzzət alsın. Əgər bu günahlar, bu qəmlər, bu sevinclər əgər Allah üçün olmazsa, Allahdan başqası üçün olarsa, bunlar qəlbin halını pozur, qəlbin nuraniyyətini aparır, ondan sonra insan qalır əlacısız.